Meclisimize daxil olun. Xahiş edirik, vəziyyət də olsa, bəyimizi alqışlayaq. Allah xeyir versin, Allah xoşbaxt eləsin. Bəyimiz oğul qızlı olsun, Allah bütün subaylara qismət eləsin inşallah. Hoş gelmişsin bu meclisin faraminde. Hoş gelmişsin bu meclisin faraminde. Layıktır her kademin bir kurbanı Rabbim. Qohumların gözün yolda koymuşsun, bir güzelin kapısını döymüşsən. Bugün beyliğin libasını giymişsən, şöyle saçan toy şanların mübarek. Şöyle saçan toy şanların mübarek. Yaraşımlı, gülüşümlü toy akşamı mübarek. Nəğmə deyən dillərimiz xoş olsun. Aman, nəğmə deyən dillərimiz xoş olsun. Bu məclisdə toy plovu yiyənlərə nuş olsun. Kalbin dönüm kuş olsun. Ay Ramil Bey, yaraşıklı, gür ışıklı toy akşamı mübarek. Yaraşıklı, gür ışıklı toy akşamı mübarek. Hamımız ürəkdən dedik, ay Ramil Bey, sen belə toy nişanı mübarek. Aman ayda Koy oynasın dostları Ramil Bey'in oyunlar. Koy oynasın dostları Ramil Bey'in oyunlar. Güneşenlere oyunlar.
yaşandın. Gelin yerlerimize canım sevgi yoktur yaşandın. Gelin yerlerimize Allah dostlar yaşlar. Allah bir bilsin. Arzumuz buradaki beyimiz hoşbaht olsun. Allah bütün subaylara kısmet eylesin. Hürmetli meclis ehli. Bu mecliste arzu kâma çatanlara salam olsun. Hepsiz hüdutsuz sevince bakanlara salam olsun. Yat sevgisi serin olar, yar sevgisi derin olar. Misal baldan şirin olar dadanlara salam olsun. Sil bir yolluk gözyaşını, çözeleme yaddaşını. Qəmin, kədərin daşını
atanlara salam olsun. Pervanedir, o da yanıb, ne əhdi, ne andı danıb. Yar boynunda xumarlanıb yatanlara salam olsun. Ümmət, uyma təxti taca, sever səni cavan, qoca, eşqi var dövlətdən oca tutanlara salam olsun. Ve salam olsun əhli məclis sizlərə ki, bugün qədəm əziz eləyib, gözəl vaxtınızı sərf eləyib, bizim hörmətli dostumuz kiçikdən böyüyə qədər, uşaqdan yaşlıya qədər, gəncindən ağsaqqalına qədər bütün oralgah əhli ilə ünsiyyətdə ola bilən, dil tapa bilən, səmimi və mehriban dost şəraitində yaşaya bilən bizim hörmətli qardaşımız Nadir bəyin oğlu Ramilin toy məclisinə hoş gəlmişsiniz. Mən çox sevinirəm ki, bugün bu məclisin qonaqlarını salamlamaq mənə həvalə olunub, mənə qismət olub. Mən böyük məmnuniyyətlə bir daha sizin hamınızı bu gözəl məclisdə salamlayıram. Bir daha hamınıza hoş gəldin deyirəm. Bir daha arzu edirəm ki, sizin hamınızın qapısında belə gözəl toylar, şənliklər qurulsun. Hamımız balalarımızdan, subaylarımızdan toylar və şənliklər görəsiniz. Oxu bülbül kimi qoy başa gəlsin, günü oyatmağa boranigahə gəl. Gəl ki intizarın boynu bükülsün, boynu bükülsün, acı talihinin dizi çökülsün. Üzündən gözündən sevinç dökülsün, derdi unutmağa moravigahə gəl. Könlümün sevimli bir davləsi o, tanıyar gülüm. Allah versin. Xoşbaxt olsun. Gün olsun. Oğulla ocağına tutsun. Bundan sonra Nadir'in vaxtı hem de toylarda bundan sonra bundan kızarır. Sonudur. Təşkil görsün geçsin toylara boylarım versin. Çok söz diyecektim kaldı. Allah hayır versin. Allah mübarek eylesin. Allah hoşbaxt olsun. Allah hayır versin. Allah hayır versin. Başarı abi. Allah mübarek
Allah hayır versin. Her işte başarılı olsunlar, mutlu olsunlar. Güzel bağlarına göresin, hayata bakmalı. Barışayım, barışayım. Hoş baktın. Allah kullanır. Allah falanına Çok mübarek, Allah hayır versin, duaylar olsun inşallah. Çok mübarek olsun, Allah hayır versin, hoşbaht olsunlar. Gözlerinizi görsün nadir bulardır, nadir ki bağlı olsunlar. Başka evlatların köyünde iştirak ediyor. Allah sana canı selamet olsun. Allah sana kısmet etsin. Allah mübarek eylesin, Allah hoşbaht eylesin. Allah mübarek eylesin. Allah hoşbaht Bu hikmeti anlayan için, kanan için alkış olsun, ehsan olsun bin kere atasına, anasına yanan için. Nadir ki, mən səni təbrik edirəm. Gözlərin aydın olsun. Allah sənin bu yeganə oğul balığı min budaq eləsin. Çok sağ olun. Hörmətli qonaqlar, əziz Qoragəli. Sizin hamınıza dərin təşəkkürümü bildirəm, məni sahib bugünkü məclisə təşrif buyurduğunuza görə. Arzum budur ki, bütün subaylara, bütün valideynlərə, belə toylardan övladlara çıxırlar nəsib olsun. Arzum budur ki, valideynlər ürəyində olan arzuları, övladlarına qarşı olan arzularını həyata keçirməkdə bir olan Allah onlara yar olsun. Mənim yeganə oğlum Rahmin balama xoşbəxtlik, yüzün ömür, can sağlığı, ailə sağlığı, elə bir ailə sağlığı arzu edirəm ki, parmaqla göstərsinlər ki, Rahmin kimi ailə həyatı qurasan, Rahmin kimi davranasan. Çox sağ olun, hamınıza təşəkkürümü bildirirəm. Sağ olun. Allah hayır versin. Hoşbaht olsunlar, hoşa qarsınlar. Allah hayır versin, hoşbaht olsunlar, hoşa qarsınlar. O gün olsun, Qadir'in balasını. Hayır,
arzu edirəm bu gözəl toy şənliyindən sənə də qismət olsun. Allah xeyir versin. Allah bütün subay oğlanlara toylar qismət eləsin. Söz sənindir. Mən söz verdiyinizə görə çox sağ olun. Hamınız bura xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Bugün bizim ən yaxın dostumuz Raminin toy şənliyidir. Ramin Nadir dayının yeganı oğludur. Heç də özünü tək hiss eləməsin. Onun bizi kimi dostlar var. Ramin sənə uzun ömür, can sağlığı. Bugün burada mənə ən məsuliyyətli iş tapşırılır. Mən də bu canla başdan yerinə yetirməyə boynuma götürmüşəm. Yəqin ki, Qoraca cəmaatı, bizim həmvətənlərimiz hamımızın birimizi başa düşəcək. Allah Ramin sənə xeyir versin. Öz dostlarımızın adından sənə uzun ömür, can sağlığı, ailə saadəti arzulayır. Sağ ol. Çox sağ olun, mənə söz verdiniz. Mən əvvəla hamısına xoş gəldin deyirəm. Ramin, səni təbrik edirəm, bütün dostlarımın adından. Ürəyi burada olub, özü burada olmayan dostlarımın adından səni təbrik edirəm. Nadir əmiyə göz aydınlığı verirəm. Nadir əmini də ad günü münasibəti ilə təbrik edirəm. O gün olsun bu həyətə Raminin balasını toyuna yoluşaq. Çox sağ ol, Ramin, xoşbaxt ol, qardaş. Yayıldı bizi
Hamımız görürsünüz ki, məclisi bəyimizin dostları necə gözəl şənləndirirlər, cana ruha gətirirlər, sağ olsunlar hamısı. Amma məsələ ondadır ki, bu irs bəyimizə çox yəqin ki, onun atasından keçib. Çünki atalar deyir, o kökü üstündə bitər və biz sevinirik, xoşbəxtdik ki, bugün Ramin bəy doğrudan da kökü üstündə bitir. Yəni, bəyimizin atası Nadir kişi də dostcanlıdır. Bəlkə də elə məclisə nəzər salsaq, atasının dostları nəinki çəkicə, hətta sayca da bəyimizin dostlarından üstün görünər. Ona görə də siz icazə verin, biz Nadir kişinin də dostlarına müraciət edək. O dostlardan məclisimizdə çoxları iştirak edir. Özünüz bilirsiniz ki, məndən bayaqları soruşdular məclisə girəndə. Niyə bu məclisdə içki yoxdur? Nadir ki, nə Məşədi döyür, nə Kərbəlayı döyür. Dedim, Nadir Məşədi döyür, amma Nadirin çoxlu hacı dostları var. Kərbəlayı dostları var, ona görə Nadir də məclisdə içki vermir. Doğrudan da nəzər salanda Nadirin oturduğu insanlar möminlərdir, mömin şəxslərdir, bugün hamısı namaz qılan insanlardır. Və onlardan biri çox, deyək ki, Hacı Kərbəlayı olmasa da sıravi gözəl bir insan bizim qonşu kənddən təşrif buyurmuş. Nadirin ən yaxın dostlarından biri İdrisə biz söz vermək istəyirik. Xahiş edirik, buyursun İdris. Nadir, Allah sana xeyir versin, gözü dolu görəsən, nəvə toy görəsən, sağ ol. Allah sana xeyir versin. Özünüz ağır aparır, oğlum. Yanı başın ağrıya. Yaylalı var, günlük öyle. Yok. Sen şöyle diyorsun.
Bir aylığı var günlerden bu yana. Sağlık sağlık. Bu çok kolay getirdiler, tazı geldi. Ayağa dur. Kemal bu vakıflarını ne var burası? Bravo. Diyeyim bana. Şuraya. Aç lan. Şimdi öyle nasıl tarifli. Savaşa gelecek. Ha. Savaş zamanı.